So let's look at that question. Choose the correct variant, what it is. Burada bizə nə istəyir? Boşluğa bu 4 dənədən ikisini qoyacaq və baxaq görək qrammatik cəhətdən nə səhvlik var. Birincidə useful piece of information. Burada hər şey doğrudur. Nəyə görə? Çünki artikeldan sonra cəm isimlər gəlmir deyirik. Bir də ki, sayılmayan isimlər gəlmir. Bundan sonra da təkdə sayılan bir isim gəldiyinə görə düzdür. İkinci də düzdür. Cəmdə işlənib və artikel yoxdur deyənə hər şey okeydir. Üçüncüdə wonderful sights. Bu da okeydir. Dördüncüdə də olduğu kimi yenə and işlənib və story də təkdədir. Ona görə bu da okeydir. Daha sonra biz nəyə baxacağıq? Bunlar bir növ bizim nəyimiz sayılır? Mübtədalarımız sayılır. Ona görə də mübtəda birbaşa nə ilə əlaqəli olur? Xəbərlə. Xəbərimizə baxırıq nə ilə göstərilib? İzlə. Və iz olan xəbərdə, xəbəri iz olan cümlədə sizcə cəm istifadə etmək olarmı? Yox. Cəm mübtəda olmaz. Ona görə də burada baxanda görürük ki, hər biri qrammatik cəhətdən düzgün olsa da yerinə qoyulma cəhətindən fərqlilik yaranacaq. Yəni biz birinci götürə bilərik. Birincini useful piece of information düzdür? Düzdür. İkincini niyə götürmürük? Ona görə götürmürük ki, piece cəmdədir və cəmi olduğuna görə burada is yox, ar olmalı idi əslində. Ona görə 2 götürülmür. Üçüncüdə wonderful sights. Yenə eyni ilə is yox, ar olmalı idi. Dördüncüdə də an amazing story. Dördüncünü götürmək olar. Demək cavab nə oldu? Cavab A variantı oldu.